Ağamalıya cavab verib. Bir xəbər media xəbər verir ki, xanım deputatın qalmaqallı fikirlərinə münasibət bildirməklə yanaşı, onun son zamanlar şəhid və qazi ailələri arxasında gizləndiyini iddia edib. Necə? Gəlin vətəndaşın şikayətini dinləyək. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Salam Azərbaycanın dəyərli insanları, dəyərli vətəndaşları, Allah hər birinizdən razı olsun. Son zamanlar gündəmi fəth edən bu Seydə Bəkir qızının bir kəlmə sözü var. Deyir ki, Azərbaycan kişiləri yəni bir səviyyəsiz bir ifadə də işlədir. Bu Azərbaycan kişiləri içərisində Seydə Bəkir qızı, sizin atanız, qardaşınız və yoldaşınız da gedir. Çünki biz, siz bugün Günay Ağamalına dəstək çıxdınız, belə deyək. Amma mən bir şey vurğulayacağım. Mənə gələn çox zəylərə görə bu postu paylaşıram. Salyan 139 minə yaxın əhalisi var. Gəlin döyək qapıları. Neçə qapı bağlıdır?